Və Peyğəmbər sallallahu aleyhi və səlləm bunu deyəndən sonra Cəbrail deyir ki, fəəxbirni an əməratihə. Elə isə mənə qiyamətin əlamətləri barədə xəbər ver. Deməli, bu dəlildir ki, qiyamətin əlamətləri var. Və o əlamətlər də iki növdür. Bir kiçik əlamətlər, bir də böyük əlamətlər. Bu kiçik əlamətlərlə böyük əlamətləri bir-birindən ayırmaq üçün sizə çox qısa, asan bir qayda deyəcəm. Çünki indi soruşsam, çoxunuz bilməyəcəksiniz. Yəni ki, hardan bilək ki, hədisdə gələn bu qiyamətin əlamətləri böyüyə girmir, kiçiyə girir. Qayda budur. Yalançı dəccalın çıxışından qabaq varid olan bütün əlamətlər kiçik əlamətlərdir. Ondan sonrakılar hamısı böyük. Məsih Dəccalın çıxışınacan gələn bütün əlamətlər ki var, o əlamətlərin hamısı kiçik əlamət sayılır. Məsih Dəccaldan sonra İsa'nın nüzulu, Yə'cuc, Mə'cuc sayfalarının çıxması, Mehdi. Deməli, Mehdi qiyamətin kiçik yoxsa böyük əlamətlərindən? Böyük. Çünki İsa onun arxasında qalacaq. Fikir versən, bu qayda ilə artıq bildin. Bu qaydanı bilməsəydin, qalacaqdın belə. Doğrudan da Mehdi qiyamətin kiçik əlamətlərindəndir, yoxsa böyük əlamətlərindəndir. Çünki İsa aleyhissalam onun arxasında namaz qılacaq. Və həmçinin günəşin son olaraq batdığı yerdən doğması. Dəccaldan sonra çıxacaq bütün əlamətlər qiyamətin böyük əlamətləri.